Salam. Deməli, bugünkü mövzu izahımız olur. Köməkçilik hissələrin üçüncüsü olan ədat köməkçilik hissəsi. Ədat sözlərin və cümlələrin təsir gücünü artırır, təsir qüvvəsini artıran köməkçilik hissəsinə deyilir. Misal üçün, deyirəm ki, səyahət olduqca yaxşı idi. Olduqca burada ədatdır, qüvvətləndirici ədatdır. Cümləni bu cür də işlədə bilirik biz. Səyahət yaxşı idi. Sadəcə olaraq olduqca burada səyahət yaxşı idi cümləsinin qüvvətini artırıbdır, qüvvəsini və səyahət olduqca yaxşı idi şəklində formasında verilib. Ədatların bir neçə məna növü var. Gəlin onlarla tanış olaq, onlara baxaq görək hansılardır. Birinci olaraq bizim qarşımıza çıxır qüvvətləndirici ədatlar. Qüvvətləndirici ədatlar ən, lap, daha, çox, olduqca, hətta, ca, da, də, ha, düz, bir, ki, necə, nə və s. kimi ədatlar var. Məsələn, bütün dediklərimi yadda saxlamalısan, ha. Yadda saxlamalısan, ha. Bu olacaqdır qüvvətləndirici ədat. Digər ədatlar zaten sizə tanışdır. Bir çoxu ən, lap, daha, çox, olduqca ədatları xüsusilə sifətin dərəcə kateqoriyasını biz onları bilirik ki, çoxaltma dərəcəsinin sintaktik üsulu ilə üsulunu yaradırdılar. Ən, lap, daha, çox, olduqca ədatları. Ədatın ikinci məna növü dəqiqləşdirici ədatlardır. Dəqiqləşdirici ədatlar 3 dənədir. Elə, məhz, əsl. Misal üçün, belə bir nümunə vermişəm. Məhz sən dediklərimi edə bilərsən. Burada fikir dəqiqləşdirilir. Elə mən deyəni deyirsən. Burada fikir dəqiqləşdirilir. Məhz olacaqdır burada deməli dəqiqləşdirici ədat. Ədatların üçüncü məna növü gəlir. Məhdudlaşdırıcı ədatlar. Ancaq, təkcə, tək, bircə, bir, yalnız kimi ədatları məhdudlaşdırıcı ədatlar kateqoriyasına aiddir. Yalnız sənin dediklərinə inanıram. Digərlərindən də əvəz eləyə bilərsiniz. Ancaq sənin dediklərinə inanıram. Bircə sənin dediklərinə, bir sənin dediklərinə inanıram. Tək sənin dediklərinə inanıram. Bunların hamısı da yer gəlmişən ümumiyyətlə məna kateqoriyalarının içərisində olan qüvvətləndiricidir, dəqiqləşdiricidir. Öz içlərində olan ədatlarla bir-birini də sinonim kimi əvəz edə bilirlər. Sonrakı ədatın məna növlərində gəlir sual ədatları. Bəs, məgər, bəyəm, yəni, üstü 4 sual ədatı, bir də ki. Məsələn, məgər bunları bilmirdin, məgər burada sual ədatıdır. Ümumiyyətlə, sual ədatları sual cümlələrinin yaranmasında iştirak edir. Deməli, cümlənin növlərində sual cümlələrinin yaranmasında iştirak edir və sual məqsədi ilə işlədilən ədatlar hesab olunur. Bu ümumi ədat haqqında daha sonda məlumat verəcəm, yazılışı və s. Əmr ədatları, sonraki ədatın məna növləri əmr ədatları gəlir. Di, qoy, gəl, gərsənə, gör, görsənə, gəlin, görün, ha, sana, sənə, sanız və s. Bu tipli ədatlar da əmr ədatları hesab olunur. Bunlardan fikir verirsə sana, sənə, sanız kimi ədatları sözə bitişik yazılırlar. Ki, necə sual ədatında üstü 4 sözə bitişik yazılır. Qüvvətləndirici ədatda ca üstü 2 sözə bitişik yazılır. Bunlar da sözlərə bitişik yazılırlar. Zaten bu sol tərəflərində o qoşqu onu bildirir əslində. Sözə bitişik yazılmanı bildirir. Əmr ədatlarına nümunə olaraq, cümlə olaraq görün sizə necə toy tuturam. Görün burada olacaqdır əmr ədatı. Görün sizə necə toy tuturam. Sizə necə toy tuturam. Yəni burada məna qüvvə azalır sadəcə olaraq, məna etmir. Ədatın sonraki məna növü, növbəti məna növü arzu ədatlarıdır. Arzu ədatları kaş, gərək, təki, kaş ki, barı, bircə kimi ədatları var. Deyirəm ki, cümlədə kaş universitetə qəbul olduğunuzu görəydim. Kaş burada olacaqdır. Kaş arzu ədatı. Arzu məqsədilə işlədir əlbəttə ki. Ədatın sonuncu məna növü sayılır təsdiq və inkar ədatları. Hə, yox, bəli, xeyr, heç, əsla. Misal üçün, mən sənə heç pis bir şey arzulamıram. Heç burada olacaqdır ədatın məna növü inkar ədatı olacaqdır.
Buradakı qeydimizə baxaq. Təsdiq və inkar ədədlərində uşaqlar hə, yox, bəli, xeyr ədədləri özündən əvvəl və sonra vergül tələb eləyir. Yəni təxminən bu modal söz nida kimidir. Sözün əvvəlində işləndə özündən sonra, ortasında işləndə hər iki tərəfdən, sonunda işləndə isə özündən əvvəl durğu işarəsi qoyulur. Məsələmizə baxaq. Bəli, dediyinizi edəcəyəm. Bəli, burada olacaq təsdiq ədəti və bundan sonraki yəqin ki, vergül durğu işarəsini biz gördük. Ədədlərin içərisində elə ədədlər var ki, onlar ədədlərin müəyyən fərqli növlərində eyni ədədlər, eyni cür yazılıb deyilən ədədlər müəyyən fərqli növlərində işlədilir. Misal üçün, bunlardan biri də ha ədatıdır. Ha ədətinin qüvvətləndirici və əmr ədatı kimi fərqləndirilməsində əgər yadda saxlamaq lazımdır ki, ha ədatı feilin əmr şəklindən sonra gəlirsə, burada diqqətli olmaq lazımdır. Burada heç vaxt fikirləşməyin məna növünə görə mən əmr eləyirəm falan, belə bu məna ilə fikirləşməyin. Əgər ha ədatı feilin əmr şəklindən sonra gəlirsə, əmr ədatı kimi işlənir. Yaxşı, əmr ədatı kimi işlənir. Deyirəm, tapşırıqlarını vaxtında et. Ha burada olacaqdır əmr ədatı. Çünki feilin əmr şəklindən sonra gəlibdir. Əmr şəkli nədir? Et, sən et. İkinci şəxsin təkində gəlibdir. İkinci olaraq ha ədatı feilin əmr şəklindən sonra yox. Digər variantlarda, yəni əmr şəkilsiz işlənərsə, daha doğrusu əmr şəklindən sonra gəlmərsə, qüvvətləndirici ədat kimi işlənir. Qüvvətləndirici ədat kimi işlənəcəkdir. Misal üçün, deyirəm ki, tapşırıqları vaxtında etməlisən. Burada olacaqdır qüvvətləndirici. Səbəb odur ki, etmalı məli. Nə işləndi burada? Vacib şəkili işləndi. Vacib şəkillə şəkilçisi malı məli işlənir və ondan sonra gələn ha qüvvətləndirici ədat kimi işlənir. Fərqi yoxdur. Digər, nə bilim, deyirəm ki, Həsəndir, Zöhrədir, insandır, yaxşıdır, pisdir, Bunların hamısında istisnasız qüvvətləndirici ədat olacaqdır. Bir tək əmr ədatından sonra işlənəndə, əmr şəklindən sonra işlənəndə əmr ədatı hesab olunur. Ki ədadının qüvvətləndirici sual ədatı və bağlayıcı kimi fərqləndirilməsi hissəsi var dərsliklərimizdə və yaxud da ki, vəsaitlərdə. Ki ədatı əsasən cümlənin ortasında gəldikdə qüvvətləndirici ədat kimi işlənir. Misal üçün, Rəsul ki bunları bilirdi. Rəsul ki burada ümumiyyətlə vergül durğu işarəsindən istifadə olunmur. Rəsul ki bunları bilirdi cümləsindəki ki qüvvətləndirici ədat hesab olunur və cümlənin ortasındadır. Əgər ki ədatı əsasən cümlənin sonunda gəldikdə və sual məqsədi ilə işləndikdə sual ədatı hesab olunur. Sən bunları bilmirdin ki, sual məqsədinin həm də işləndi, sual cümləsinin sonunda oldu demək olar ki. Burada olacaqdır sual cümləsi. Üçüncü olaraq ki bağlayıcısı ümumiyyətlə bağlayıcı olaraq tabeli mürəkkəb cümlənin ortasında işlənir və iki cümləni bir-birinə bağlamağa xidmət edir. Misal üçün, tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır da, biz bağlayıcını keçəndə orada dedik ki, bağlayıcıda bəs iki komponenti, yəni iki sadə cümləni bir-birinə bağlayır. Mən o zaman sənə güvənərdim ki, bu iki cümləni bağladı, özündən sonra da vergül qoyuldu, deyilənləri vaxtında edəsən. O zaman sənə güvənərdim ki, deyilənləri vaxtında edəsən. Sonra uşaqlar, ədədlərin bir neçə nitq hissəsi ilə deməli, amonimliyi var. Bunları biz fərqləndirmək üçün, əlbəttə ki, qrammatik amonimlikdən söhbət gedir burada. Bunları baxaq görək bir necə fərqləndirmək lazımdır. Ümumiyyətlə, ədədlərin içərisində elə ədədlər var ki, onlar həm bağlayıcı, həm ədat kimi işlənən sözlər var dilimizdə. Misal üçün, nədir, kidir, dadır, dədir, həttadır, yənidir, ancaqdır. Bu tipli ədədlər həm bağlayıcı, həm də deməli, ədat kimi işlənirlər. Bunlardan yazaq, deməli, birinci olaraq qeyd eləyək burada. Nə ədatı, ki ədatı. Ki ilə nə ədatını əslində burada yəni yuxarıdakı da bağlayıcı və ədat olaraq dedik. Buna ehtiyac yoxdur. Əslində buradan bir ikisini izah verim.
ancaqdır, yənidir, sonra yənidir. Bu qədər. Bir də da, da ədatıdır ki, bunlar həm bağlayıcı, yaxşı, həm bağlayıcı, həm də deməli ədat kimi işlənirlər. Belə bir dənə xətt çəkək. Bunlara ədat və bağlayıcı kimi işlədək. Yazıram bura ədat, yazıram bura bağlayıcı. Bağlayıcı olaraq işlədək görək necə olacaq. Misal üçün burada nə ədatını və yaxud da bağlayıcı kimi işlədə bilsək, işləsək əgər, misal üçün deyirəm ki, nə gözəl oxuyur, nə gözəl oxuyur, nə gözəl oxuyur da uşaqlar burada olacaqdır, deməli ədat. Yaxşı. Bağlayıcı kimi işlənəndə, artıq bağlayıcı kimi də biz bayaq ümumiyyətlə bağlayıcıda inkar bağlayıcıları işlətmişik biz. İnkar bağlayıcılarda bu cür olacaqdır. Nə yeyir, nə də içir. Nə yeyir, nə də su içir. Yaxşı. Nə yeyir, nə içir, nə də burada olacaq. Deməli, inkar bağlayıcı. Sonra ədatın içərisində kini dedik. Ancağa baxaq bir dənə. Ancaq baxaq görək necə işlənir. Deyirəm ki, ədat kimi deyirəm. Məhdudlaşdırıcı ədatda, ədatın məna növlərində. Deyirəm, ancaq, qısa cümlələr yazaq. Ancaq o bilir. Ancaq o bilir, yalnız ancaq o bilir, ancaq burada olacaqdır ədat. Bağlayıcı kimi işlədək. Bağlayıcı kimi işlənəndə deyirəm ki, mən dedim, vergül, ancaq o eşitmədi. Mən dedim, ancaq o eşitmədi. Burada da olacaq bağlayıcı. Sonra, yəni bağlayıcısı da var, də də var, hətta da var, ədat da var, bağlayıcı. Hamısını yazır. Bir dənə də dadəni yazım. Dadən daha çox fərqləndirilir toplularda. Bir dənə ona baxaq biz. Görək vəziyyət nə yerdədir orada da. Cümlənin əsasən sonunda gəlir dadə ədatları və baxaq görək elə bir və əsasən feildən sonra gəlir. Deyirəm ki, dediyimi bilirdin da. Burada olacaq da ədat. Yaxşı. Amma burada iştirak yoxdur. Nə hər hansısa bir şeyin iştirakı yoxdur. Amma bağlayıcı dadədə mütləq şəkildə iştirak var. Misal üçün deyirəm ki, sən də gələcəksən. Buradakı də isə olacaqdır iştirak. Yəni gəlməkdə sənin də iştirakın var. Hətta bu müəllimlərin arasında olan bir şey də var. Yəni dadəni biz Naxçıvan və Gəncə dialektində dabə və yaxud da dana olaraq işlədiriksə, bu ədat sayılır əslində. Yazıram bura. Ədat, zaten bu ədatın altındadır, zaten bilinir ədatdır. Əgər işlədə bilmiriksə bağlayıcı. Misal üçün, dediyimi bilirdin dana və yaxud da dediyimi bilirdin dabə. Yaxşı, bu ədatdır. Amma bağlayıcıda bu dabəni, dananı bu dialektlərdə də bunu salmaq olmur. Deyə bilmirəm, sən dana gələcəksən, sən dabə gələcəksən. Bu cür demək olmur. Ədatları artıra bilirik, çünki cümlənin sonunda işlənir. Sonra, deməli, elə ədatlar var ki, dilimizdə onlar həm qoşma kimi, həm də ədat kimi işlənə bilirlər. Bunlardan şəkilçiləşmiş ədatlardan və yaxud da qoşmalardan ca üstü 2-dir və tək sözləridir ki, bunlar həm ədat, həm də deməli, ədat kimi işlənirlər. Deməli, belə bir xətt çəkək yenə də. Bura yazaq ədat, burada yazaq qoşma yazaq. Şəkilçiləşmişlər bunlar. Tək ümumiyyətlə sözlərə bitişik yazılan bir ünsür hesab olunur. Qoşma kimi. Amma ədat kimi tək ayrı yazılacaqdır. Tək orada ədat kimi ayrı yazılır, amma qoşma kimi sözün üzərində olur. Bunun üçün caya bir söz yazaq ədat kimi. Deyirəm ki,
deyirəm ki, o yavaşca danışır. Yavaşca danışır da ca ədatda. Danışır da ca ədatda. Məsəl üçün, canı cümlədən çıxardıram, o yavaş danışır. Məna qüvvəsi zəiflədir, mənası itmədi. Amma qoşma kimi işlədə bax görək, canı qoşma kimi birgəlik vasitə qoşması da bunu yəqin ki biz bilirik. Cəni əsasən qədərlə əvəz eləyəndə bu qoşma olur. Məsəl üçün deyirəm ki, dəryaca ağlın olsan, yoxsul olsan görərlər. Dəryaca ağlan olsa, yoxsul olsan da cümlənin sonu yazmıram, yoxsul olsan gülərlər. Dərya qədər, bunu qədərlə əvəz eləyə bilirsə, qədər qoşması ilə, sinonim qoşması ilə bu artıq olacaqdır qoşma. Sonra bunların içərisində dedi ki, tək də var, tək qoşma kimi bitişik yazılır, ədat kimi ayrı yazılır. Deyirəm ki, tək sən bilirsən, tək sən bilirsən, ancaq sən bilirsən, bu tipli sözlər deməli məhdudlaşdırıcı ədat hesab olunur. Sonra deyirəm ki, Əli tək oxu. Əli kimi oxu, Əli tək oxu. Burada isə qoşma olacaqdır. Tək birinci cümlədə ədat, ikinci cümlədə qoşma olacaqdır. Sonra elə sözlər var ki, dilimizdə onlar həm sifət kimi, həm də ədat kimi işlənirlər. Həm sifət kimi, həm də ədat kimi. Misal üçün, düz sözü sifəti olur, ədat olur. Əsl sözü sifəti olur, ədat olur. Tək sözü sifəti olur, ədat olur. Sonra artıq var dilimizdə. Bunlar sifət və ədat kimi işlənirlər. Yazıram sifət və ədat kimi. Bunlardan da bir-iki dənə nümunə yazaq, baxaq, görək vəziyyət nə yerdədir burada. Deməli, bura yazıram ədat kimi, ədat. Burada yazıram sifət kimi. Yazdım bura sifət. Yəni, bunlardan düzü elə götürək, işlədək, baxaq, görək elə bir necə işlənir. Deyirəm ki, düzü. Deyirəm, düz gəlib qarşımda oturub. Qarşımda durub. Belə yazaq, durub. Düz gəlib qarşımda durub. Düz burada ədatdır. Düz əşyanı izah eləyəndə də sifət olur. Ümumiyyətlə, düz 5-lik hissəsi kimi işlənir, amma burada ədatla indi biz sifəti fərqləndiririk. Deyirəm ki, düz sözə zaval yoxdur. Düz sözə zaval yoxdur. Düz olacaqdır burada. Deməli, sifət kimi işlənəcəkdir. Ədat, əsl ədatını da işlədə bilərik, təki də işlədə bilərik. Daha çox tək işlənir. Buna baxaq. Deyirəm ki, tək o bilir. Tək burada olacaqdır. Ədat. Bir də deyirəm ki, tək uşağı var. Belə deyək, tək stula əyləşdi. Tək stula əyləşdi. Tək burada olacaqdır sifət kimi. Sonra belədir, elədir, əvəzlik və ədat kimi işlənən sözlər var. Necədir, nədir? Bunlar əvəzlik və ədat kimi işlənən sözlər sırasında gedir. Baxaq, görək elə bir onlara. Yazaq bura dördüncü. Deməli, elədir, belədir. Sonra necədir və nədir? Necədir və nədir? Bunlar ədat kimi və ədat və əvəzlik kimi işlənə bilir. Misal üçün yazıram ki, elə danışma. Bunu belə bölək yazaq. Daha anlaşıqlı, aydın olsun.
Deyirəm ki, elə ədat kimi yazıram bunu. Ədat kimi birinci yazaq, sonra ədat kimi və əvəzlik kimi, yazıram burada ədat kimi. Elə, məs, əsl, bunlar nə idi? Məhdudlaşdırıcı ədatlarda, düzdür? Dəqiqləşdirici ədatlarda, düzdür? Deməli, deyirəm ki, elə bunu deyirəm. Elə bunu deyirəm də, elə burada olacaqdır, deyirəm. Elə burada olacaqdır, ədat. Bu cür olsa, elə danışma, elə burada olacaqdır, əvəzlik kimi işlənəcək. Sonra necə və nə sözləri də ədat kimi və əvəzlik kimi işlənə bilir. Deyirəm ki, nə gözəl uşaqdır. Nə gözəl uşaqdır. Burada nə olacaqdır? Ədat. Nəyi həm də yadda saxlamaq lazım ki, necə ilə əvəz eləmək olur. Yəni, ədat olaraq da, sinonim ədat məna növü olaraq da əvəz eləmək olur. Çünki hər ikisi də qüvvətlendirici ədat gedir. Əvəzlik kimi isə əsasən necə sual əvəzliyi sayıldığına, sual cümləsinin içərisində daha çox biz görürük bunları, nə, necəni. Deyirəm ki, sən necə başa salırsan, sən necə başa salırsan, necə burada olacaqdır, əvəzlik kimi işlənəcək. Sonra yəni, bir çox nitq hissələrindən var. Bax, gəl, gör, görsənə, qoy, qoysana, gəlsənə. Bu tipli sözlər də ədat və fiil kimi işlənən sözlərdir. Orada bir nümunə yazaq, digər səhifəyə baxaq. Yazaq ki, burada feil və ədat kimi işlənən sözlər. Birinci bunları sözləri yazaq. Baxdı, gəldi, gördü, qoydu, gəlsənədir, gəlsənə. Ədat və feil kimi, Misal üçün, ədat və feil kimi işlənəndə bir dənə baxaq görək necə işlənir. Sonra cavab vermir də qısa konkret ədatlar cümlədən çıxardığında heç bir məna qüvvəsi azalmır. Yazıram bura ədat kimi, yazıram ki, bax sənə deyirəm, deyirəm. Burada olacaqdır ədat kimi. Burada isə feil kimi işlənəcəkdir, Deyirəm ki, bunlara bax. Bax. Bu cür işlənəcəkdir. Sonra ədatların orfoqrafiyasına gələndə, yəni ədatların yazılışına, ədatlar ümumiyyətlə sözdən, yəni bu ədatların hamısını yazdıq. Burada gördük ki, şəkilçi formasında yazılan ədatlar da var ki, onlar caydı, sonra caydı, mı üstü 4 idi, sana, sənə ədatları idi ki, bunlar şəkilçiləşmiş ədatlar hesab olunur. Mu sual ədatı ilə bağlı deyil, musudur sual ədatı. Musudur sual ədatı əsasən bitişik yazılır. Amma bir yerdə, yəni bir yer dediyim iştirak bağlasından sonra işlənəndə ayrı şəkildə yazılır. Deyirəm ki, o da mı gələcək. O da mı gələcəkdə mı burada olacaqdır sual ədatı və sözdən ayrı şəkildə yazılacaqdır. Dediyim kimi əsasən bitişik sözlərə bitişik yazılır.